Salam, axşamınız xeyir olsun. 28 avqust 2026-cı il tarixidir. Yay fəslinin 69-cu günüdür. Rəbiül əvvəl ayının 15-ci günüdür. Avqust ayının sonuncu həftəsinin sonuncu, cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Günümüzün qalan hissəsi gözəl, can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı keçmiş olsun. 28 avqust günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan bir cümə günü, 5-ci günü keçirmələrini arzulayıram. 28 avqust günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin bir cümə günü, 5-ci günü keçirmələrini arzulayıram. Eləcə də kimlər ki, sertifikatlaşdırma imtahanı üzrə müsahibə mərhələsinə hazırlaşırlar. Hər birinə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, müsahibə mərhələsindən uğurla keçmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə uğursuz nəticə göstərənlərə isə yenə də can sağlığı, eləcə də ruhdan düşməmək, böyük ruh yüksəkliyi ilə yenidən hazırlaşaraq, imtahanlara qoşularaq, yüksək nəticələr əldə edib, yenidən işləri ilə təmin olunaraq və əmək artımı ilə yüksək işləmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 28 avqust günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 28 avqust günündə kimlər xatırlanır, yad edilir, an olur. Hər birinin ruhu şad olsun, hər birini xoş yad etməyə, xatırlamağa, anmağa hər birimizə arzulayıram. 28 avqust günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan bir cümə günü, 5-ci günü keçirmələrini arzulayıram. 28 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür, evlilik il dönümüdür, nişan günüdür, digər xoş günləridir, peşə günüdür, işə qəbul günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür, işlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram. Eləcə də 28 avqust günündə tarixi günlər vardır. 28 avqust günündə baş verən tarixi hadisələr isə bunlardır. 28 avqust 1521-ci ildə Belqrad Osmanlı ordusu tərəfindən işğal edildiyi gündür. 28 avqust 1833-cü ildə Britaniya parlamenti Britaniya imperiyasının əksər ərazilərində quldarlığı ləğv edən qanun qəbul etdiyi gündür. 28 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etdiyi gündür. 28 avqust 1963-cü ildə Vaşinqtona yürüyüş zamanı Martin Luther özünün məşhur "Mənim bir arzum var" nitqini söylədiyi gündür. 28 avqust 1988-ci ildə isə Almaniyanın Ramstein hərbi hava aviaşousunda 3 təyyarənin toqquşub tamaşaçıların üzərinə düşməsi nəticəsində 70 nəfərin həlak olduğu, 346 nəfərin isə yaralandığı gündür. 28 avqust 1991-ci ildə Ukrayna SSR-nin tərkibindən çıxdığını elan etdiyi gündür. 28 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc Azərbaycanlılara qarşı Ballıqaya qətliamı törədildiyi gündür. Həm Ballıqaya qətliamında və digər vaxtlarda şəhid olanlarımıza Allahdan rəhmət diləyirəm. Bütün qazilərimizə isə can sağlığı diləyirəm. Bununla yanaşı 28 avqust 2003-cü ildə Londonda elektrik sistemindəki qəza nəticəsində
500 min şəhər sakini yarım saatlıq, bəzi yerlərdə isə 2 saatlıq işıqsız qaldığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.